Hava şəraitinə görədir. Yəni normal. Yəni, Azərbaycanda belə şey olmasına necə baxırsınız Azərbaycan Zaten futbolunda? bizdə isti havalarda olurdu. Yəni Bir var, isti hava. belə bir dəqiqəlik, bir də var bu konkret 3 dəqiqəlik vaxt verirlər. Yəni hər hissədə 3 dəqiqə. Bu da oyunun elə bil ki dayanmasına səbəb olurdu. Bu da məşqçilərə də müəyyən imkan verir taktiki dəyişikliklər eləməyə, taktiki nəsə bir Hamı üçün eyni olur. Hamı üçün eyni olur, amma hər bir halda mənə elə gəlir ki, hava şəraitinə görə belə bir addım atıblar. Çünki futbolçular yəni sezonun sonu futbolçular həddindən çox yorğun oldular. Gəlib belə bir turnirdə iştirak eləmək, əlbəttə onlara hansısa bir üstünlük vermək məncə bəlkə pis də deyil. Amma hər bir halda mənə elə gəlir ki, biraz hava şəraitinə görə belə addım atıblar. Siz AFF İcra Komitəsi üzvü kimi, həm də bir aparıcı klubun və baş məşqçisi kimi belə bir təkliflə verə bilərsiniz Premyer Liqa rəhbərliyinə? Yox, yəni bu UEFA-dan gələn, FIFA-dan gələn bir necə deyim, həm göstərişdir, həm fikirdir, ona görə mən bir şey deyə bilmərəm bu barədə. Çox sağ olun.